Gülzar İbrahimova, Ulu Önder. Əlamətdar bir gündə, bir məktəb həyətində böyük tədbir var idi. Şagirdlər şeir deyirdi. Gördüm sırada bir uşaq əlində tutub bayraq. Şeir deyir məğrur-məğrur. Üzündə var mərdlik, qürur. Hər dəfə deyəndə vətən, bal yağ tökülür dilindən. Soruşdum adın nədir? Dedi adım Heydərdir. Dedim böyüyəndə sən nə peşə seçəcəksən? Həkim yoxsa müəllim, hansı işi görəcəksən? Dedi, əskər olacağam, hər zaman vətənimin keşiyində dayanıb, onu qoruyacağam. Dedim, şeir deyəndə sən, bildim vətənpərvərsən. Dedim, afərin oğlan, bir qürur duydum ondan. Vaxt gəldi, keçdi zaman, böyüdü həmin oğlan. Elmlidən elm öyrəndi, oldu müdrik bir cavan. Dünyanı gəzdi, dolaşdı, qitədən qitəyə aşdı. Vəfalı ilə dost oldu, düşmənlər ilə savaşdı. Vətənin dar günündə, həmişə oldu öndə. Ona görə xalq ona ad verdi, Ulu Öndər.